Ait bir sual. Açıq sualdır. Verilmiş bu üç bucaqda bizə koçun sayfanı verir və a kvadrat plus b kvadrata bərabər c kvadrat onsuz da bilirik. Yəni bizə demək istəyir ki, Pifaqor düsturundan istifadə elə. Əvvəlcə yadımıza salaq kosinus alfa nəyə bərabərdir? Kosinus alfa bitişik katedin, yəni b-nin c-yə nisbətinə bərabərdir. İndi bunu yazaq. Bizə kosinus alfanı verib ki, 7 böl kökdə 58 bərabərdir b bölünsün c-yə. Bunu yazdıq burada. İstəsəniz çarpaz da vura bilərsiniz və ya belə deyə bilərik. B-yə deyirik 7k, amma c-yə deyirik kökdə 58k. Düzdür, çarpaz vursanız və qarşılıqla götürsəz eyni şey eləyir, amma belə birbaşa buradan da götürə bilərsiniz. İndi isə Pifaqor düsturundan istifadə edək. A kvadrat plus b kvadrat bərabərdir c-nin kvadratına. B-nin yerinə yazacaq, deməli 7k, c-nin yerinə yazacaq kökdə 58k və kvadratları da olduğunu nəzərə almalıyıq. A kvadrat üstə gələk 7k-nın kvadratı bərabərdir kökdə 58k-nın kvadratına. A kvadrat üstə gələk 49k-nın kvadratı bərabərdir 58k-nın kvadratı. A kvadratı bərabər oldu 58k kvadratının çıxırıq 49k-nın kvadratı. Deməli, A kvadrat bərabərdir 9k-nın kvadratına. Deməli, A bərabərdir 3k-ya. A-nın 3k olduğunu aldıq. İndi bu hissələri artıq silirik. Bizə lazım deyil. A 3k-dır. B də 7k-dır. Bizdən istədiyi bu ifadənin qiymətini tapaq. 4b çıxasın A. Bölək A üstə gəlsin B. Yəni 4 vurulsun 7k. B var idi bizdə. Çıxasın A, yəni 3k bölək 7k üstə gələk 3k. Bu da eləyir 25k bölünsün 10k. K'lar gedir, qalır 2,5.